Salam, gün ortanız xeyir olsun uşaqlar. Olimpiada suallarına bu dəfə növbəti sualımız cəbirdən, vurğularına ayırmadan müxtəsər Roma düsturuna dayanlı bir sual tipi izah edəcəyəm sizə. Növbəti bölümlərdə, növbəti irəliləyən zamanlarda çalışacağım ki, hər bölümdən fundamental Respublika Fənn Olimpiadalar səviyyəsində birinci, ikinci tur səviyyəsində əsasən sual nümunələri sizə izah edim. Ondan sonra yavaş-yavaş inşallah irəliləyən zamanlarda dünya olimpiada səviyyələrində ki, onun öncəsində də olimpiada taktik və texniklərini, çalışma yöntemlərini mən sizə metodlarını izah edəcəyim. Belə bir sadə bir sual var. Burada aydındır ki, mən bunun rəngini dəyişim. Burada aydındır ki, x üstü 5-i əvəzləmək lazımdır. Onun üçün mən x kvadratının yerinə 1 minus x yazıb əvəzləmə edib. Hər iki tərəfi müxtəsər vurma düsturundan kvadrata ayırsam, alınacaq nə? 1 minus 2x üstəgəl x-in kvadratı. Bu şekilde alacaq. X üstü 5'i əvəzləməyə gələ bilmək üçün mən buradan əslində bu şekilde ayırmış olum. Bərabərdir. 1 minus 2x üstə gəlinsin x kvadratın yerinə təzədən 1 minus x yazsam olacaq 2 minus 3x. İndi ay uşaqlar x üstü 4'ü görürük burada. X üstü 4'ü biz nə edə bilərik? X üstü 5 üstə gəlinsin 8'də bu şekilde ox işarəsi qoyum. Əvəzləmə eləyə bilərik. Yəni x üstü 4 yəni 2 minus 3x vurulsun x üstə gəl 8 x üstə gəlinsin 1'ə də nə eləmiş olmuram? Toxunmamış oluram. Şimdi mütərizəni vurub açanda nə olacaq? 2x minus 3x kvadrat üstə gəl 8 bərabərdir. Bölünsün x üstə gəl 1. Buradan da bərabərdir. Yenidən bərabərdir. X üstə gəl 1'i qoyuram. 2x üstə gəl 8 çıxılsın 3 vurulsun x kvadratın yerinə yenidən 1 minus x koymuş olurum. Aydındır ki, elə bunu bu şekilde uzadıram mən. 2x üstə gəl 8 çıxılsın 3 üstə gəlinsin x olacaq. Bu da nə olacaqdır? X üstə gəlinsin 1 olacaqdır. Burada 3x var. 3x var. Mənfi 3 mənfi x vuranda. Bu da olacaq nə? 5x üstə gəlinsin 5 bölünsün x üstə gəl 1'ə. Yukarıdan da aydındır ki 5'i çölə çıxartdığımız zaman x üstə gəl 1 olur və cavab nə olur? X üstə gəl 1 gedəndən sonra 5 olacaqdır.